Eyni ev, ayrı dünyalar. Ailə daxili səssiz savaşlar. Eyni evdə yaşamaq, eyni həyatı paylaşmaq demək deyil. Bəzən ailənin içində elə səssiz gərginliklər olur ki, ailənin təməlini zəiflədir. Bununla da hər gün bir süfrə arxasında oturan, amma bir-birinə yaxın olmayan insanların hekayəsi başlayır. Əgər evdə istilik yoxdursa, nə uşaq böyüyə bilir, nə də münasibət. Maraqlıdır. Ailənin sağlam və güclü olması daha çox qadından asılıdır, yoxsa kişidən? Kişidən də asılıdır, qadından da. Çünki təməlin qurulması üçün kişi də kömək eləyir, qadın da kömək eləyir. Ona görə də ikisindən də asılıdır məncə. Hər ikisi nəyisə xatirinə, bir-birinin xətrinə qurban verməlidir. Yəni tam ailə olmaqdan ötürü məcbur deyirlər insanlar bir-biri ilə yaşamağa. Çünki həyat bir dəfə verilir. Məncə sağlam ailənin təməlini qadın qoyur. Çünki yəni hər şey qadından keçir. Atanın övladlarına qarşı olan münasibətinin sağlamlığını yaradan da qadındır. Atanı necə deyim, uca tutan da qadındır. Hər ikisində sağlam düşüncəsindən asılıdır məncə. Xasiyyətdən də çox şey asılıdır, düşüncədən də çox şey asılıdır. Cütlüklər arasında emosional uzaqlıq bəzən diqqətsizlikdən, bəzən həll olunmamış problemlərdən doğur. Ailəyə xarici müdaxilələr mühiti daha da çətinləşdirir. Evlilik öncəsi cütlüklər arasında olan münasibətlərə nəzər etsək, çox zaman cütlüklər bir-birlərini dərin anlamadan, bir-birlərinə empatiya hissi qurmadan, bir-birlərinin gələcəkdə bu ailənin mənası nədir, ailə nə deməkdir sualını planlamadan və araşdırmadan ailə həyatı qururlar. Zamanla olur ki, cütlüklər arasında gələcəkdə yaşanan problemlərdən ən böyüyü də hər iki cütlük tərəfdən olan böyüklərimizin, evimizin böyükləri dediyimiz ata-anaların, uşaqların gələcəkdə qurduqları ailəyə münasibətləri və müdaxilələri nəticəsində yaranan münaqişələrdən yaranır problemlər. Xoşbəxt olmayan nəvələr, xoşbəxt olmayan uşaqlar və cütlüklərin sonucda yenə də boşanması ilə və ailənin dağılması ilə nəticələnən böyüklərin yanlış müdaxiləli münasibətlər ola bilər. Ailədaxili konfliktlər yalnız tərəflər arasında deyil, evin ən kiçik üzvü uşaqlar üçün də travmatik izlər buraxır. Gərginlik, anlaşılmazlıq və sevginin ifadə olunmaması uşağın emosional dünyasında qorxu, narahatlıq, özünə qapanma kimi fəsadlar yaradır. İnsanların ailə həyatına daxil olarkən bu prosesə hazır olmaması əsas götürülür və daha sonra isə ailə üzərinə qoyulan maddi, iqtisadi, sosial, psixoloji məsuliyyətin düzgün qaydada yerinə yetirilməməsi konfliktlərə gətirib çıxarda bilir. Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin bu sahədə gördüyü əsas işlərdən biri maarifləndirmədir. Komitənin tabeliyində olan uşaq barədə dəstək mərkəzlərində, xüsusən də regionlarda risk qrupuna daxil olan, yəni ailəsində münaqişə olan, boşanma ilə bağlı müraciət edən və yaxud da yerli icra hakimiyyətlərində hər hansı bir məsələ ilə bağlı qeydiyyatı olan ailələrlə xüsusi iş aparılır. Bəzən sadəcə qulaq asmaq, sual vermək və sevdiyini dinləmək münasibətləri xilas edə bilir. Ailənizlə daha çox danışın, biraz daha çox anlayın. Övladınız üçün, gələcək üçün.